Mənə hər gün ən çox gələn suallardan biri də budur. Asiya xanım, necə olur ki, bu qədər gənc yaşda sən həm öz şirkətini idarə edirsən, həm bol-bol səyahətlər edirsən, həm gözəlliyinə, gəncliyinə bu qədər zaman sərf edirsən, həmçinin səhnədə çıxışlar edirsən, həmçinin də bu qədər sevən kütlən var və sosial mediada hər daim kəşfətdəsən. Mənim isə cavabım çox sadədir. Bunların hamısını Asiya etməyib. 6 il öncə hələ işlərimi qurmamışkən, hələ özümə bu qədər vaxt ayırmamışkən, hələ heç bir şəkildə özümə güvənim olmamışkən, mən bu Asiya deyildim. Və bəli, o Asiya bacarmazdı. Mən isə özümün alter ego versiyamı yaratdım. Tamamilə yenidən özümü proqramladım. Elə özümü proqramladım, elə bir alter egomu yaratdım ki, məhz həmin Asiya Rüstəmli bacarardı. Həmin Asiya Rüstəmli hər səhər durub idman eləyir, həmin Asiya Rüstəmli komanda idarə eləyir, həmin Asiya Rüstəmli çoxlu səyahətlər eləyə bilir qorxmadan. Həmin Asiya Rüstəmli özünə baxır, həm də insanların böyük kütlənin məsuliyyətini götürə bilir. Və bəli, çox zaman bazadan gələn proqramlarımızla, yəni şüuraltı kodlarımızla biz bunları bacara bilmirik. Dünyada sadəcə 1% insan var ki, ailədə bütün bunları öyrənib doğuşdan bu cürə bacarıqlıdır, uğurludur. Digər bütün insanlar isə öz üzərində işləməlidir. Çünki hər kəs ailədə görmür bunları, hər kəs doğuşdan DNK ilə kodlanmır bunlara. Və əgər hələ də öz üzərinizdə işləmədən gözləyirsizsə ki, bəxt, talih sizə nəticələr gətirəcək ya da öz-özünə salınacaq, yox. Hər bir uğurlu insan nə vaxtsa ayağa qalxıb, qərar verib və hərəkətə keçib. Ona görə də elə bugün istəyirəm ki, sən də hərəkətə keçməyə başlayasan. Aşağıda bir açar söz yazmışam, sənə kiçik bir hədiyyəm var ki, artıq sən də başlaya biləsən.